Lənkəran rayonunda 1400 hektara qədər ənənəvi və intensiv sitrus bağları var idi. Son illər əlavə olaraq 200 hektara qədər yeni intensiv tipli sitrus bağları da salınıb. Bu il qış fəslində havaların qarlı, şaxtalı olması bir sıra təsərrüfatçılar üçün qismən də olsa problemlər yaradıb. Bu il fevral ayının sonu və mart ayının əvvəlində bölgəyə düşən qar və ardınca şaxtalı hava limon bağlarında ağacların don vurması ilə nəticələnib. Digər çətinlik isə böyük zəhmət hesabına qorunub saxlanılan ağaclardan toplanılan məhsulun satış qiymətinin aşağı olmasıdır. Lənkəran rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun mütəxəssisləri fermerlərə məsləhət görür ki, şaxtadan ziyan çəkmiş ağaclara yaxşı qulluq edilməli, don vurmuş hissələr qayçı ilə kəsilib atılmalıdır. Bitkilərin dibləri yumuşaldılarsa, onlara lazım olan üzvi və qeyri-üzvi gübrələr istifadə olunarsa, ağacları məhv olmaqdan xilas etmək olar. Yeni salınmış bağlarda hava iqlim şəraitindən asılı olaraq müəyyən qədər cavan bağlarda donvurma halları olmuş. Bağlar polietilindən açılandan sonra onlara aqrotexniki qulluqlar düzgün aparılsın və donvurmuş hissələr inkişafdan sonra qayçılanıb götürülsün və bitkilərə aqrotexniki qulluq etdiyindən sonra həmin donvurma hallarından əsər-əlamat qalmaz. Ağaclar inkişaf edib, normal inkişaf edəcəklər. Satışla bağlı onu deyə bilərəm, zəif hallar olur. Sentyabr, oktyabr, noyabr, dekabr ayında, yəni payız aylarında karkazların kənarlarından çıxan məhsullar yığılır və bazara çıxardılır. Kütləvi olduğuna görə, alıcısı az olduğuna görə, yəni biraz zəif qiymətə saldırır.